Baxaq birinci sualımıza. Birinci sualda bize deyir ki, taktil informasiya. Təbii ki, hər birimiz taktil informasiya bilirik ki, dər vasitəsilə aldığımız informasiyadır. Ona görə düzgün cavab əli ilə bizi götürmək. Belə bir variant yazır. Müəllimlər, ekranda görürük testi, görüntüdə, səsdə narahatçılıq varsa zəhmət olmasa. Bəli. Fərdi kompüterlə deyir, ötürülən siqnallar hansılardır? Fərdi kompüter. Salam müəllimə. Salam müəllimə, sağ olun, yaxşı olasınız. Siz necəsiniz? Üçüncüdə deyir, Yaxşıyam mən. yaxşı olun, təki. Hansı say sistemində onluq 51 ədədi 3 rəqəmi ilə qurtarmır? 14. Hansı qayda ilə tapdıq ardıcılığı? Ben variantları bir 51'e böyle getdim. Variantlardan tutaq. Bəli. 52-nin üzərinə 10 əlavə edirik, deyir, bərabərdir 62. Burada bu şərti ödəyən ədədi deyir, 110 ədədinin onluq say sistemində neçəyə bərabər olar? Burada onluq say... Burada Y bəlli deyil. Bəli, ən böyük say sistemi. Burada şərti ödəyən ən böyük say sistemi 6 rəqəmi ən böyük ədəddir, 6 da 7'lik say sistemindədir. Ona görə də həmin 110 ədədi əslində 7'likdə götürülür. Onu keçiririk onluğa. Bəli. Müəllimə, burada 56 deyil, 4'te. Bəli. Elə bil 110 ədədi 7'likdə götürürük 110 ədədini 7'lik say sistemindən keçiririk onluq say sisteminə. 5'də. 1 birlik dəyişən hansı qiyməti ala bilər? Burada müəllimlər 0 və 1'dir. Çünki yadımızdadırsa biz məsəl üçün IP ünvanları hesablayanda da kiçik say sisteminə görürsüz, ədədi çevirəndə 0 birlərdən ibarət olurdu ancaq. Buradan belə çıxır ki, bir birlik dəyişən 0 və 1 qiymətdən. Ya 0 qiymətini alır, ya 1 qiymətini alır. Ona görə də 5-ci C variantı. Bir dənə belə. O tutardı. 6'da 4'tü də. Bəli, bit neçə kilobaytdır? Əvvəl 8'ə bölürük. Bayta çeviririk. Ondan sonra da 1024'ə Ben bölürük. belə elədim. Birinci 1024'e böldüm. Sonra 8'e böldüm. 1024'ə bölüb sonra fərqi yoxdur. Yenə eyni qiymət alsınız. Eyni düz getdiniz, düz yazmışsınız. Əfsanə xanım, 7-ci sualı necə yazdınız? Ekran getdi. Ola bilsin, git qoy da olar yerinə. İnternetdə problem olub yəqin ki. Müəllimə, mən bu sualı zaban qısaltdım, amma orada eynəkli düşəcək. Bəli. Y variantı. Düzgün cavab Y variantıdır. Ona görə ki, burada bizə deyir ki, dayanacaqda 4 nəfər əyləşib. Nənə, cavan qız, cavan oğlan, eynəkli bir nəfər. Deyir, onlardan birinin əlində it, ikincisində uşaq, üçüncüsündə qəzet, dördüncüsündə isə gül dəstəsi var. Dayanacağın yanında tələbə qız dayanır. Nənənin əlindəki nə it, nə də gül dəstəsidir. Deməli, baxın, nənəyə bunların heç birinə aid etmirik. Ona görə də deyir, qəzet tutan adam cavan oğlanla uşaq olan adamın arasında əyləşib. Eynəkli kişinin əlindəki nə qəzet, nə də itdir. Cavan qız eynəkli kişidən solda, gül dəstəsi olan adamdan sağda əyləşibdir. Kitabla dayanan deməli, kitab tutan adam, baxın, burada kitab tutan adam bizdə soruşur ki, uşaq kimdədir? Baxın, burada Bir dəstəsini tapdaq, kimdədirsə. Avtomatik
Şey tapırıq da Hə, uşağı. hə də bir eynəkli qızda baxın, solda əyləşdiyinə görə də gül dəstəsi də deyir, adamdan sağda əyləşib, əlində gül dəstəsi tutar. Ona görə də avtomatik ondan solda yerləşəndə gəlir eynəkli adam olur. Deməli, uşaq eynəkli kişinin uşağı. Deməli, bu, yəni ki, nəvəsi ilə gəzintiyə gedir. Müəllimə ekran gedib, sitəsiz də qırıq-qırıq gəlir. Hə, E, ekran qayıtdı. mən çıxan elə olanda təzədən də daxil olun. Çünki ola bilsin ki, internetdə problem var. Və qırılır internet. Yəni sizin internetdə problem var. Verilmiş qrafda neçə dövrə var? 6 dövrə A bəndi. Nəsə tapdınız İlqar mənim 6 dənə dövrə olduğunu. Burada müəllimlər sadəcə adi qayda ilə dövr eləyə bilərik. Məsəl üçün, dövrə Burada mənim müəllimə 8-də nöqtələri sayırıq da, düzdür? yox, bilirsiniz nətər? Müəllimə burada hansı qapalıdır, onları sayırıq da. Yəni qapalı dövrə neçə Daha dənə doğrusu var? nöqtələrin hamısı. Yəni baxın, orada məntiqi götürəndə Aha. adi, F7 Burada müəllimə bir də qoşulmalıdır, qapatmaq Hə, lazımdır. hə. Bir də Yox. qoşulur da, deməli Amma A nə əhəmiyyəti var ki, B2 qapatmayacaq. Bir qoşulsa İlqar müəllim, devrə qapanmır axı, devrə açıqdır axı B-də. Xeyr, bəli, baxın. Sizin nətər müəllim? Burada baxın ACY özü qapalı bir dövrədir. Sonra CYF özü qapalı bir dövrədir. Sonra YFD özü qapalı bir dövrədir. Yəni hissə-hissə orada bucaqlar var. O mənada. Onda burada üç bucaqları sayırıq da. Bəli. 1, 2, 3, 4. Yox, nöqtələri. Baxın, Nöqtələr saysaq B qapalıya daxil olunur müəllim. B açıqda qalıbdır. bilirsiniz İlqar müəllim, nöqtələri sayanda ola bilər ki, nöqtələrlə uyğun gəlməsin. Ona görə burada əsas nöqtələri saymaq yox. Baxın görün orada neçə dənə qapalı dövrə var. Baxın 1 2 3 dənə üçbucaq var. Bu 3 dənə bizim qapalı dövrəmiz. Dördüncü qapalı dövrəmiz isə baxın A, C, F, Y. 4 A isə bəli müəllim, paralleloqramdır. Ondan sonra İkincidə üç bucaqla qarşı olan. bəli. Sonra isə bütöv hamısı götürülür də. Elə bil A, Altıncı C. yoxdur axı bu. Müəllim A, C, F, D, Y. Beyin çıxmaqdır. Altıncı da yəqin o üçüncüdür. Bəli. O gözü götürülür. O üçüncüdən də B yazılmalıdır. Yox, D, A, C, F, Y, D. Cəmi neçədən oldu ki, ay Nazlı müəllimə? 6 Altı da. Bir dəqiqə müəllim. Bunu həll eləyək lövhədən. Keçər lövhədə yap. 1, 2, 3, 4, Sənə sayıram. Müəllimə 5 çıxır. Cavab 6-dır, amma orada 5 çıxır. Qapalı 5 dənə çıxır. Bir dəqiqə ama. Burada lövhəni paylaşım lövhədə bax. Lövhədə yazar bax. Hə, 6 çıxır. Yaz müəllim 6 çıxır. Bəli, 6 alır. Bir dəqiqə. 6 haqqında. 6 bir dənə göstərin də müəllim. O 6-nı mən görəmirəm. Baxın. Y, C, D.
F, ha, ha. Y de var. Yok. Ha, hə, bax ondan 6 çıxır. ha, 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 ha. O gözden kaçık. 6 da 6. Bu bir dənə. Bu biri, aha. Bu ikincisi. 2 tane. Bu üçüncüsü. Baxın, bu bir dəqiqə rəngi dəyişək. Hallediram 4. Müəllim sizdir. Orada 4. Orada 5. Bəli. Yəni kök götürüləndə də yenə 5. Baxın, buradan da bir Hə, dənə. 2 ilə 3-ü də birləşdirəndə bəli 6. Bəli. Aydın. Hə, bir dənə də bütöv şəkildə özü icra. Belki də səliqəsi çəkilir. Davam edək mi? Müəllimə, siz də desən set çox zəifdir, hə? Mənlə eşidilmir səsin, ümumiyyətcə görüntü falan narahatdır. Bilmirəm ki, mən belə görə bilmirəm. Mən hamını normal eşidirəm. Yəni. Arada gedir. Arada gedir, gəlir belə. Səsi zəif gəlir, gedir. Mənlə hər kəsdə belədir səs. Məndə də arada gedir. Anladım. Bir dəqiqə mən megabaytı keçim. Bax. İlk müəyyən qrafın qonşuluq matrisinə əsasən onun tillərinin sayını müəyyən edin. Bu sualı bir dəfə də yazmışdıq. Burada müəllimə neçə dənə til iştirak edir? Əgər simmetriya ödəyirsə, Heç tərəf. bəli, burada simmetriya ödəyirsə, birləri sayırıq. Əgər simmetriya ödəyirsə, baxın, burada ödəyirsə. Ölür idi olar. Bəli, ödəyirsə sayırıq. Sayını, ümumi sayını. Bölürük 2-yə. Bölünür 2-yə. Bəli, burada da bir. Və yapmadım. Ortadan bir tane o qaranın üstündən xət çəkib bir tərəfdəkini də cəmləmək olur. Bəli, elə də yaza bilərik. Burada 1, 2, 3, 4. Elə böləndə Nizam müəllim, deməli, yuxarıda qalan birlər 5 dənədir. Bəli. Tamam. Elə aşağıda qalan birlər də 5 dənə olur. Bəli. Mən bunu görürəm ki, iki tərəfin cəmi eynidirsə, bir tərəfin cəmini götürürəm, yazırım. Və yaxud da iki tərəfi götürüb 2-yə böldük də, cəmini 2-yə böldük. Bəli, bəli. Bəli, baxın. Belə düşsə 51 yaza bilərik. Əfsanə xanım, deyir, 10-cu sualda deyir, printer qurğusu kompüterə hansı vasitə ilə qoşula bilər? Mən orada sual gözlədim, amma USB-dir. Bəli. Deyir, aşağıdakı hansı çıxış qurğusudur? Printer Mən də olmalıdır. görürəm, müəllimə görünmür. Çıxış qurğusu printer də ola bilər. Plosteriydi, printeriydi. Yox, burada printerdir. Burada printerdir. Ancaq plotter də deyirəm ola bilər. Yox. Burada printerdir. Sonra driverdir. Burada bölünməsidir. Bəli, deyir, əməliyyat sistemləri ilə qurğuların qarşılıqlı əlaqəsini təmin edən proqram. Driver, bələdçi də qurğuları tanıdı. Bəli. WinRAR proqramının həll etdiyi məsələlərə aid deyil. Failləri bölünməsi. Bölünməz. Bəli.
Burada da 117'dir. Bəli. Deyirsən, diskin ümumi tutumu nə qədərdir? 117 GB. Bəli, D7 Burada 39'u 3'e vururduk da değil. bəli, cəmləyirik də onların Yəni gözündə. boş yerlə, bəli, ümumi istifadə olunan sahə ilə boş yer cəmi. Burada da üçüncüdür, restart. Yani bir yenileme de ister. Bəli. Ama burada üzüm ben kaldım. Enter düğmesi. Burada müəllimə, göstərməkdir ki, bunların ardıcılığı, sözlər dəyişir, abzaslar dəyişir, redakt edirsən, format eləmirsən. Format Onu təmiz. demirəm müəllim, enteri deyirəm. Bəli, müəllimə, enter bütün hallarda abzasa keçir. Hər yerdə belə. Növbət sətrə keçirlər. Biz həmişə enteri biləndə yeni sətrə keçmək. Xeyr, enter abzasa keçir. Mən əvvəldən elə oxumuşam onu. Deyir, mətnin redaksiyası zamanı. Bəli, redaksiya nədir, formatlanma nədir? Bəli, redaktə odur ki, sözləri dəyişir də. Misal üçün, redaktoru qəzeti redaksiya eləyir. Müəyyən bir üzərində düzəlişlər aparır. Bəli. Sözü dəyişə bilər, cümləni dəyişə bilər. 16'da abzasa keçir müəllim. Hətin cavab oldu. Da abzasdan başlayalım. Bəli, yeni abzasa keçir. Deyir, Word-də mətnin redaksiyası zamanı, Word-də mətnin redaksiyası zamanı hansılar dəyişir? Bəli. Ha? Bəli. Deyir ki, burada redaksiya zamanı hansılar dəyişə bilər? O 8'də 40 eləyir də variantlar hansıdır, ha görünmür. Görsənmir. Yox, mən eləmişəm deyirəm. Bəli. Burada 26-17 gəlirik, 43. Amma 40 səhifəlik dediyinə görə elə 40'da qalır. Bəli. Bəli. Burada isə bizim Bir dəfə test hazırlayanda oxuyun ki, məsələlərindən də soruşalım. Belki ondan da düşmür. oldu bəli. Deyir, 40 səhifəlik sənəddə səhifənin nömrəsi 26-dır. Elə burada 40'dır mən. Bəli. Burada 2 dənədir. Biri yaşıydı deyəsən, biri də qiymət olmalıdır. Bu mən başa düşmədim. Mən burada deyir ki, üst-üstə düşməlidir. Məsələn, A-da baxın, Rəşad, Nicar, Günel, amma cədvəldə elə deyil. Cədvəldə Rəşad, Günel, Nicar, sonra Murad. Amma burada Rəşad, Nicar, Günel, Muraddır. Bu səhvdir. Burada yazılanlarla cədvəl üst-üstə düşməlidir. Məsələn, yaşa baxın, yaş tətrinə. Sütunlar. 25, sonra boşluq gəlir, sonra 27, 19. Bu düzdür. Ünvan yox, ünvan uyğun gəlmir. Bakı, Sumqayıt, amma burada Sumqayıt Bakıdır. Sonra fəndə informatika, fizika, ingilisdir, amma burada informatika, ingilisdir, fizikadır. Bir də qiymət uyğundur. 5, 4, 3, 4. 2 dənədir. Belə başa düşdüm ki, düz gələnlərin götürürük. Hə, deyir neçəsi, yəni neçə sütunu aşağıdakı cədvəldə eyni olacaq. 2 dənədir. Yaşının deyil. Sadəymiş. Sadə bir şeymiş. Yaşla qiymət uyğun gəlir. Bəli. Nizam müəllim, başa düşdük misalı? Bəli, anladım. Götürdüm, tamam. Nizam müəllim, 20-ci sualını yazmışsın. Müəllimə, 20-ci sualda
B çıxanasını yazdı. B çıxanasında alınan qiymət C, daha doğrusu C3-ü B3-dəki düsturla hesablayırıq. Aha. O necə 8 alınır ki orada? Mənə çox Çünki mən burada B1 olduğu kimi qalır. Dollar B1 o 5'dir. Amma C'ye keçəndə O C'ye keçəndə B dəyişir C olur. C2'ni hesablayırsın. Yəni 5 ilə 3'ün cəmi 8. Bəli. İkinci şeydə var ya, dollar B1 olduğu kimi qalır. Amma B dollar 2 orada B C'ye keçir. Olur C2-də. Hə, C2. Yaxşı. Bəli. 21'e bax. Bant Hələ müəllim 21-də də D bəndidir, D. Burada iyerarxikdir. Hiyerarxik. Müəllimə, bu iyerarxik tabelilik də deyirlər buna. Bəli. Bəli, tabellik də deyilir. Bəli, arıza şəkildə yazılır. Baxaq. Ekran görsənir mi? Bəli. Görüşərsiniz, mütəkkərsiniz. Problemi oldu. Təzədən paylaşın. Sənin aynalı yerdə tutulmuş qalır. Bu deyir, şəkildə verilən model BBC-nin hansı strukturuna aiddir? Təbii ki, hansı strukturdur? Şəbəkə. Şəbəkə. Burada da müəllimə bu baba, nəvə, nəticədə elə iyerarxiyə də tabelliyə. Bəli.
Bəli, tabellikdir bu da. Yəni ireyarxik kök, budaqlar, ona görə D variantıdır. İreyarxik model. Nəinki bu tiplərdən düşər sual, çünki orta məktəbdə çox istifadə olunur. Müəllimə, elə düşsə yaxşı olar. İnşallah. Burada alqoritm icrasından sonra A dəyişəni hansı qiyməti alır? B bəndi müəllimə. 4. 4. Lap sadə. Ədəd B bəndi, hə. Şərt ödəmir, o gəlir B2-yə bərabər deyil, onda B-ni hesablayırsan, bir də A-nı hesablayırsan. Bəli. Burada da 6 idi. Bəli, 6-dır. Niyə 6? 6 dəfə təkrar olunur. Şərt ondan böyük olana qədər davam edir, slogan tapa verir. Bəli, bərabər dediyinə görə onun özündə götürürük. Müəllimə, burada da C bəndidir. Müəllim bu variansız deyir. Bunu mən elədim, alınmadı. Sözdür ki, gecəydi, yorulmuşdum. Tez baza bilərəm, alındıra bilmirəm. Müəllimə, hansı üçün eləmişəm, yəni belə əminliklə eləmişəm, onu variantla deyirəm. Hansı ki, əminliklə eləmişəm. Yəni, əminəm, çox Mən bu şeylərin hamısının əminliklə hazır edirəm. Bir nəzəriyyədə itişib qalıram. Nəzəriyyəm çox zəifdir. Sadə suallarda səhvini seçməm. Zəhmət olmuş izah edeyim mi? Burada ondan var da götürəm. Babanın sonunda var. Zəhmət olmasa deyim mi? Zəhmət. Hə, müəllimə. A bərabərdir 5-ə, B bərabərdir 7-yə. A böyük 0, bəli. Onda deməli, gəlir yoxluyur. A böyük 0-sa gəlir yoxluyur, B kiçik bərabərdir 3-ə. Bəli. Gəlir S bərabərdir 2 vuraq A, plus B. 2-ni vuruq A-ya, deməli 10 üstə gələk 7, 17. Sonra gəlir, deməli, C-miz bərabər olur 17-yə. Sonra B-miz bərabər olur 5 çıxar 2, o deyir 5. Qaydır bir də, B kiçik bərabərdir 3-ə. Yox, yenə o qayda ilə hesablayın müəllimə. Ta o vaxta qədər ki, şərt ödəmli keçir hə qoluna. Bəli. Biraz uzun dərədə ona görə qısa dönər. Yəni, yolu odur. Rəqəm böyüyür axı burada 400 metrəyə gedib çıxır. Bu nə tər olur? Harada 400 metrə? Mən hesabladım ödəyim. Mən burada 7-dir, A buradan böyükdür, həyə gedirik. Sonra 7 3-dən kiçikdirmə, xeyr, yoxa gedirik. C-ni tapır, içini vurup 7-yə C-ni tapırıq, bir də B-ni tapırıq. C olur 17, B olur 5. Bir də qaydırıq. B kiçik bərabərdir 3-ə. Yox, yenə qaydırıq. Mən sayın təzdən gətirib o 17-ni qoyub, aldığı qiyməti qoyub. Bəli, bəli. Hə, yox, orada 17 B'ni qoyursan, C-ni qoymursan ki. C-ni təzdən hesablayırıq. 2 vuraq A, 2 vuraq 5 kimi üstünə gəlirik o B-nin qiymətini. Yəni 5-i, 7-dən ki çıxanda 5, 15. C 15 olur. Get-gedə müəllim C azalır. Baxaram buna, vurdum, sıkran edeyim. Yəni nə qədər ki... 5, yenə 3-dən kiçikdir bərabərdir, hə. Uca gedirik həyə doğru. C-miz 15 idi, 15-in üstünə gəlirik. A-miz nə idi? A-miz deyil. C-miz də 5 idi. Bunlar mənə asan gəlir. Bunlar 10 dənədə bu alqoritm şeydir, blok sistem. Bax, bana elə asan gəlir. 15, 15, 30. C'miz 30'dur. A'mız Z olur 2. Gedirik təzdən yuxarı. A sıfırdan böyükdürmü? Hə.
2 sıfırdan böyükdür. Təzədən düşürük. B kiçikdir 3-dən o ödəyir deyə H-yə gedirik. Təzədən 30, C-miz 30 idi. 30-un üstünə gəlirik 2 dəfə 3, 6. 36. A-mız da 2-dən çıxanda mənfi eləyir. Mənfi. Buradan böyük olmadığına görə yoxa gedirik. C 36. Bəli. Bak bundan da bir 5-6'sı düşer. Düzdür, biraz vaxt aparır, ancaq mürəkkəbi biraz vaxt aparır, ancaq asandır. Yəni hesablamadır, yəni Hesablama düşdü. Nəzər edirsən? Bunların da çətinləri olur. Ona görə biraz Bunların defləri biraz şeydir. o defter Burada danışmaya, müəllimə, defter danışmaya, defter danışmaya adam alıyor görsün. Burada düşən deflər asandır. Elə deflər çıxır qabağıma ki, bunlar nə də görmədiyim şeylərdir. Müəllimə, Python çox defter geniş danışmaya proqramdır. adam alıyor görsün. Python çox geniş proqramdır, həqiqətən. Davam edək. Magistrlara daha çətin düşür deyəsən, hə? Siz mənimlə orada proqramlaşdırma yoxdur deyə, orada əsas hesab hissəsi çətin düşür də. Bizə proqramlaşdırma daha ağırlıqlıdır. Ona görə proqramlaşdırmaya görə bir əməl olur da. bəli, yəni hərəsinin bir istiqamət. Düzdür, informatikada hər ikisi, amma fərqli-fərqli qollardır. Yəni o eyni deyil, tamam fərqlidir. Belə deyim, proqramlar, tətbiqi proqramlar paketi var Microsoft. Excel-dir, PowerPoint-dir, ondan sonra Word-dür. Yəni bizə çox-çox sadə düşür. Nəinki magistrlara. Magistrlar daha həm dərinə gedilir, həm mürəkkəbləri düşür. Bizə çox sadə misallar düşür, həqiqətən. Yəni biz səthi keçirik də, üzdən keçirik. Mən magistrların dillərini işləyirəm. Onlar çox çətindir. Magistrlar, Beynim yorulur. O bambaşqadır. Yəni bir balaca o orta məktəb səviyyəsində deyil, yəni. Orta məktəb səviyyəsində deyil, yəni bir müəllim üçün Sınaqları nətərdir? pis deyil müəllimə. Artın sınaqları yaxşıdır, mid səviyyəsindədir, yəni. Həmişə Burada da var idi çətinləri. var. Defdən qoymuşdular çətin səviyyəli. Bilmədim bunları. Hansı müəllimə, o ayın 30-da verdikləri. Yo, Artinin sınaq şeyi var. Nə qədərdir? 20 dənədir, neçə dənədir qoyublar. İnternetdə var. Linkini ataram, baxarsınız. Olar müəllimə. Sınaqdır. Ölsə metodika ilə bir yerdədir, atmışdılar. Davam edeyim. Baxın müəllimə, burada koordinat oxu çəkirik. Verilən rəqəmlərin hər biri koordinat oxunda yerləşirsə, rəqəmlərin hər birini götürürük. Yox, koordinat oxunda belə deyim, yerləşmirsə, bunları götürmürük. Yəni ki, belə deyim, bir dənə əlavə blok çəkdiyimizə görə artıq 3 dənə dövr sayı 3 dənə olar. Amma burada baxın, x-i 0 qəbul eləsək, 0-a bərabər, 0-dan böyük və 0-dan kiçik bütün ədədlər götürdüyünə görə burada artıq dövrlərimizin sayı 2 dənədir. Yəni 3 dövrdən 2 dənə. Rəqəmlərin fərqli olsaydı. Yox müəllimə, biz o rəqəmlərə baxmırıq, sadəcə dövrə baxırıq. Yox, onu demirəm. Məsələn, 0 olması, tutaq ki, biri x böyükdür 5, biri x nə bilim kiçikdir 6, biri x nə bərabərdir 7. Belə olsaydı necə olardı? Onda 3 dənə olacaqdı. Yəqin ki, onda qiymət dəyişər. Yəni ədəd oxunun hamısını tutursa da, mənfi qonşuluq, müsbət qonşuluq tutursa, olduğu kimi qalır. Əgər yox, hansısa bir aralıqdan nəyisə götürmürsə, 1 çıxır oradan, yoxsa necə? Müəllim, onda 3 dənə dövr götür. Baxın, burada neçə dənə dövr var? 3 dənə. 3 dənə şərt var. Bu 3 şərtdən ya 3-ü yerinə yetirilibdir, ya 2-si, ya 3-dür, ya 2. Yəni neçə dənə şərt bloku verilibsə, ya o qədər şərt bloku yerinə yetirilibdir, ya da bir dənə əski yerinə yetirilir. Yəni ondan o tərəfə yoxdur. Burada belə göstərilir, siz dediniz. İndi burada nazlanam. Siz dediyiniz kimi olsa, tutaq ki, x-ə 0 verəsi olsa, yəni həm 0 qiyməti alır, həm 0-dan sağı götürür, həm solu.
Onda Bəli. bütün ədəd oxun hamısını götürürsə, onda burada bizim neçə dəfə devrələmiş olur? 2. Neçə 2 dəfə dəfə. blok sistemi olur? 2 dəfə minimum dövr götürür. Çünki ikinci blok çəkmədi yaxı. Ona görə minimum dövr Sən bir götürür. çıxdı da onda. Bəli, bəli, bəli. 2 dənə. Bəli, bu da artıq 2 dənə O dövr. qayda var idi. 3-dən 1 çıxmaq, bir də özünü götürmək. O hasındaydı. Sən də çıxmaq özünü. O buradakı Excel deyirsiniz, xana hesablamaq falan. Qıvay müəllimə, budaqlanmadaydı, yoxsa devri algı haqqında, hasındaydı. Yadımdan çıxır. Keçən dəfə testin birində də düşmüşdü. Ədəd oxunun üzərində hamısı olanda 1 çıxırdı. Ədəd oxundan bir hansısa falan nöqtəni almırsa da olduğu kimi saxlayırdıq. Belə bir qayda var idi. Şimdi bilmiyorum ki yani. Bəlkə bunu deyirsiniz bunu. Eğer aklınıza çıkan bir grupa aklınızı sağ. Yazmışam, baxarım. Hatta yazmışam. Devam edelim. Burada cavab 9'du, mən 8 almışam. 9 dedim. Cevap 9. 3, 5, 1. Burada x'in qiyməti 3-dürsə həyə gedirik. 5 1-dən böyükdür, yenə həyə gedirik. Y-ün üstünə Z. 5 üstünə 1, 6. X'imiz 3 idi. 6'nın da üstünə 3 gəldi 9. Bəli. Bəli. Bəli, sətir tiplərində float, int, sətir tipi. Float həqiqi ədəd tipidir. Integer tam ədəd. String dəsti sətir. Bəli. Sağ olun müəllimlər. Həll eləyə bilmişik? Mən eləmişəm mən. Al izah. Mən yox. Deməli, burada ən axıra gedirik. Ümumiyyətlə, def verəndə həmişə axırdan başlayırıq. F5 2 verilir. F, yəni x-in qiyməti 5-dir, y-in qiyməti 2-dir. Gətirib burada defdə yuxarıda qoyuruq. X-in yerinə 5, y-in yerinə 2. 5 2-dən böyükdürmü? Hə. Ona görə gəlirik, aşağı düşürük m-ə. M bərabərdir, 5 çıxaq y, yəni 2, 3 üstə gələk. X-in yerinə 5 qoyuruq. Buradakının da yerinə plus 1, 2 üzrə 1, 3. Yəni 5-lə 3. Hərdən F5-lə 3-ü hesablayırıq. F5-lə 3-ü hesablayırıq deyirəm. F5-lə 3-ü hesablayanda X-in yerinə 5, Y 3. 5 3-dən böyükdürmü? Yenə gəlirik. Yenə 5-dən çıxırıq 3-ü, elədi 2, 2 üstə gələk. F-in yerinə qoyuruq 5, Y üstə gələk 1-in yerinə qoyuruq 4. Çünki 3 idi, 3 üzrə 1, 4. İndi 5 4-ü hesablayırıq. Yenə sonra geri qayıdırıq. Yenə qaydırıq bura 5, 4. 5 4-dən böyükdürmü? Hə. Gəlirəm 5 çıxaq 4, 1 üstə gələk. 5, və x-imiz 5-dir, y plus 1-imiz də təzən 5 olur. 5, 5. 5, 5 qoyanda 5, 5-dən böyükdür, xeyr. Ona görə düşürük S-yə. Deməli 1-dir. O F5, 5 tapdığımız 1 idi. Şimdi geri qaydıraq. F5, 5-imiz 1-dir. 1-in üstünə gəlirəm, bu x-dan y xanı nə almışdım? 1 almışdım deyəsən. 1-in üstünə 1 gəndə 2 eləyir. Təzdən gəlirəm o F5, 5, 4-ün yerinə bu 1-lə 2-nin qiymətini qoyuram. Kifayət dedim deyə mənim yadımdan çıxdı. Müəllim, əziyyət çəkməyin, yazaq lövhədə. Misalı lövhədə həll edin.
Madem mən sizə attım bax o misaldan, bakarsınız ona vaxtınız olanda. Bəli, indi dərsdən düzəltirik. Yəni. Kimlerdir? Her şey hepinizin hakkındadır. Yok. Geçmeyeyim. Baxın. F, X, Y tapırıq. X, Y-in yerinə yazırıq. 5, 2. Ekran görünür mü? Yazdığım ekran. Yox, görünür. Görünür. Paylaşdım. X'in yerinə 5, Y-in yerinə 2 yazırıq. Deyir 5 böyükdür mü Y-dən? Deyir ki, hə, şərt ödəyir. Şərt ödədiyinə görə bu hissədə M-dən Y çıxırıq. M-imizin X-dən Y çıxırıq. 5-dən 2 çıxırıq 3. Yazırıq bura 3. Sonra Fx. X-imizin də qiyməti, deməli, Fx-imizin qiyməti 5-dir. Y-imizin də qiyməti 3 alınır. Baxın, burada F5-3 bilmirik neçədir ki, burada M-ə qiymət tapaq. Ona görə gəlirik burada F5-3-ü axtarırıq. 5-3. F5-3-ü axtarırıq. Yenə soruşuruq ki, X böyük mü Y-dən? Yenə hə deyirik. Bu dəfə də yazırıq ki, X-dən Y çıxırıq. Yəni 5-dən 3 çıxırıq. Bir dəfə yazırıq. 2. Üzərinə əlavə edirik. F, təbii ki, 5, 4. F5, 4 də bilmirik neçədir. Bu dəfə F5, 4 yazırıq. Yenə eyni qaydada hesablayırıq. Yazırıq 1. Gələk F. Bu dəfə 5, 5 axtarırıq. Bu dəfə soruşuruq ki, X böyük mü Y-dən? Yox. Bu dəfə şərt ödəmədi. Ödəmədiyinə görə, baxın bunu soruşuruq. 5.5-i axtarırıq. Ödəmədiyinə görə bizə 1 qiymətini qaytarır. Deməli, burada F5, 5-in qiyməti 1 idi. 1-in üzərinə 1 əlavə edirik, 2 alırıq. Burada baxırıq. Biz 2-ni nəyə görə axtarırıq? Bu misalın qiymətini F5, 4-ə görə axtarırıq. F5, 4-də deməli 2 imiş. 2-nin üzərinə 2 əlavə edirik. Bəli, 4 alır. Buradasınız. Bəli, əslində 4 də 5 3-ün qiymətiymiş. 4 ilə də 3 toplayırıq, cavabda 7 alır. 7. Bəli. Əslində sadə. Cavab C bəndi. Bəli, əslində sadədir. İndi digərinə baxaq.
Müəllimə, imtahanda bizə verəcəklər yazılmağa. Bəli, Yəni beləsin, ümumiyyətlə proqramları yazıb nəticəni tapmağa da. bəli. Əlbəttə ki, müəllim, vərəq də verilir, ruşqa da verilir. Yəni ehtiyac deyil özünüzdən nəsə aparın. Bir dənə şəxsiyyət vəsiqənizi götürün. Hə, bir dənə özümüzdən vəsiqə verin. Bəli, yəni vərəqdir, əlavə nəsə materialdır, onlara ehtiyac yoxdur. Özləri, yəni aparsa da icazə yoxdur da aparmağa yəni. Alırlar bir kənara Qapıda- qoyurlar. Bəli. Qapıda alacaqlar, telefonu da onun. Ruşqa, nə bilim, içməli su falan, hər bir şey. Yəni ehtiyac yoxdur, hər bir şey içəridə verirlər. Baxın, buradakı misalda deyir ki, A6-dır, B2-dir. Bir A böyükdürmü B-dən? Yəni 6 böyükdürmü B-dən? Yəni 2-dən. Deyir ki, şərt ödəyir. B-nin, burada C bərabər B-nin kvadrat şəklində yazılır. 12. Bəli, əslində sadə. Yox, 2 üstü 6, 64. Hə, 206, 64. Siz vurdunuz İlqahmən. Hə, Elifə də 64, cavab 64 edir, müəllimə. O ödür deyin, aşağıya baxmırıq. bəli, Elifə də Elsəyə də baxmır. Müəllimə, burada da toplayırıq 73 eləyir. 73-dən də mənfi birini çıxırıq, edir 72. Cavab E bəndi. Bəli. Onların summasını soruşur da bizim, onların cəmin soruşur bizdən summasını. Bəli. Burada da müəllimə, bu 33-də də dırnağın için bir simvol götürür də 1-ə bərabərdir. B bəndi. Bəli. Bir, 17, 29, 12, 8, 7, mənfi 1. Bu ifadaları götürür, bunların hər birini nə edirik? Sum, cəmləyik. Toplayırıq. Bəli, bu da sadə misal. Sadəcə toplayın. Mənfi 1-i çıxın, qalanlarını da toplayın. Müəllimə, beləsi düşmədiyim mənimdir. Yox, müəllim, belə asan suallarda düşəcək. Yəni, hamısı çətin olacaq deyə sualların bir şey yoxdur. Adi görürsünüz, sumativ hazırlayırıq. Məsələn, siz də semestr imtahanı hazırlayırsınız. Görürsünüz, orada asan suallar da olur, çətin suallar da olur, hamısı. Deyir, aşağıdakı proqram fraqmentinin nəticəsini tapın. Len A. Müəllimlər, burada len A 1 olar, 6 olar, neçə olar? Bir, Müəllimə, bir eləyir də. Niyə bir eləyir? Çünki burada hamısı bir dırnağın içindədir və arada probel yoxdur da. Bəli, sadəcə olaraq bir dənə veriləndir. Məsələn, 1, 5, 3, nə bilim, Fidan, Nərgiz, bu adları yazmayıb. Məsəl üçün, müəllimə, bundan yuxarıdakı misal var idi. Bəli, Orada ara vergüllə aralanırdı da, yəni ayrılırdı vergüldən, həm də ara məsafəsi var idi. Orada məsəl üçün sayırdın, ayrı-ayrı idi. Burada isə hamısı bir dırnağın içindədir. bəli. Falan deyil, ədədi daxil etdikdə proqram ekrana nə çıxarır? Müəllim, ekrana çıxardacaq 16-nı. 18 bilməzdim. 18, hə, 18 mən də 16 deyirəm. Y bəndi, hə, 34-də Y bəndidir. Bəli. Bölürsən, deməli ona bölünməsindən alınan tamı götürürsən. Sonra eşit toplayırsan, eşitə gərək ona bölünməsindən alınan qalır. Bəli. Bu qaydada dövr. Baxaq həllərlə. Bu əsl sertifikasiya tipidir, yəni bu tip suallar düşəsin. Hansıdır? 35. Hə, 35-dir, 34-dür, hər ikisi. İndi lövhədə həll edək. Müəllimə, burada klaviaturadan 8 daxil olunur. X olur 8. Sonra 0-dan 8-ə qədər. 8-ə qədər, yoxsa 7-yə qədər? 7-yə qədər, 8-i almır, 7-yə qədər. Yəni
8-ə qədər deyəndə 8 alınır. Kvadrat mötərizə olsa 8 də alardı. Sonra deyirik A kiçikdir 4. Belə A 4 kiçikdir 10. Hə. Onu A bərabərdir. Deməli A üstə gələk, I vuraq 2. O qayda ilə gedir. Məsəl üçün 0 vuraq 2, sonra 1 vuraq 2. O qayda ilə gedir. Bəli. Davam edək. Əlli ədədini daxil edirik klaviaturadan. Elimiz 50 deyir, daxil edilərsə nəticə neçə olar? Birinci dövrümüzdə deyirik ki, məmlər, yazdığım görünür lövhədə. Səsdə Göstərmirlər. görünür. Əlli qiymətini daxil edirik. Deyir birinci dövrümüzdə S, yəni 0 kiçikdir mi 50-dən? Deməli, burada nə etməliyik biz? S-in qiymətini artırmalıyıq ki, yox desin, bizi dövrdən çıxartsın. Hər dövrdə Deməli, hər dəfə S-i üstünə I-nin qiymətini əlavə edəcəyik, I-ni də bir vahid artıracağıq. bəli, I dəyişəninin qiymətini isə deməli 1. Deməli, bir vahid artır. Bu bir vahid artanda da I dəyişəninin üzərinə isə 1 əlavə edirik. I dəyişəninin qiyməti onsuz da 1 idi. Üzərinə təzədən 1 əlavə edirik. 2 qiymətini alır. Bu qayda ilə qiymətini artırır. Yəni, və burada sonda, bu dövrün sonundadır. Bu ifadə dövrün sonunda olduğuna görə sonda həll edirik bu ifadəni. Gedək ikinci dövrə. İkinci dəfə dövr edəndə yenə soruşuruq ki, artıq S dəyişəninin qiyməti 1-dir. Deyirik 1 kiçikdir 50-dən. Deyirik ki, hə, şərt ödəyik. Şərt ödədiyinə görə yenə S-in üzərinə I dəyişənin qiymətini əlavə edirik. I dəyişənin 2 idi, S-imiz də 1 idi. Edir 3. I dəyişənin də qiymətini bir vahid artırır. Bu da edir 3. Gəlir yenə dövr edirik. Dəfədə 3 qiymətinə baxın. 3 qiyməti ilə dövrə daxil olur. Məmnun, baxın, burada qiymətlər necə dəyişir? Yəni, qısa yolla gəlin həll edək. Hansı qaydada dəyişir qiymətlər? Yəni, biz hər dəfə bunu dövr edək, 50-yə qədər vaxtımız çox keçər. Bax, qısa yolla bunu nətər yazarıq? Baxın, burada artıq bizə məlum olur ki, I dəyişəninin, S dəyişəninin qiyməti 2-2 artır. I dəyişəninin qiyməti isə 1-1 artır. Deməli, buradan nə nəticə gəlir? Buradan I dəyişəninin qiymətinin dövrdən çıxması üçün bizdən S-in qiymətini istəyir. Biz neçə dəfə dövr eləməliyik? S-in dövrdən çıxması üçün.
Deməli, 50 dəfə dövr eləməliyik. 50 dənə dövrümüz var burada. Hər dövrdə də S-in üzərinə i dəyişəninin qiymətini əlavə edirik. Deməli, S-in üzərinə nəyə əlavə edirik? I dəyişəninin qiymətini bir vahid artırıb i dəyişəninin S dəyişəninin üzərinə əlavə edirik. Yəni, burada vurma yox, yəni çox sadə misaldır əslində. Deməli, baxın, i dəyişəninin bir vahid artırdıq qiymətini hər dövrdə. Burada dövr eləyib sonra ən axırda şey getmirik ki, S minus i plus 1-ə. Yox, bilirsiniz, məsələn, onu sonda həll edirik. Siz Hətta yəni, hər dəfə olunmur da, ən sonda olur. bəli, ən sonda həll edirik. Onu eləmişəm, 45 aldım. Baxın, burada artıq dövrdən çıxanda hansı qiyməti alsaq, siz də dövrdən çıxar qiymət? 50'nin özü idi də deyəsən. Bəli, təbii ki, hər dəfə bir toplayanda burada 50-nin özü alınır. Bəs burada nə alınır? S-in üzərinə i dəyişənini əlavə edirik. 50'si neydi? 6 dəfə idi. 6 idi deyəsən. Aha. Bəli. Sonra deyir S-dən i dəyişənini çıxırıq və üzərinə 1 əlavə edirik. Nəticədə neçə alırıq? 45 qiymətini alırıq. 45. Bəli. Yəni bir sözlə qısa qayda ilə həll edin. Çalışın bu tip misallar bəsit misallardır. Əslində sadə misallardır. Dövrlərin sayını götürün. Ondan sonra misal neçə dəfə artırırsınızsa, o sayı qədər artırın. Yəni sadə qayda ilə həll edin. Sualınız yoxsa keçək növbətiyə. Otuz altıncı sual çox maraqlı sualdır. Baxın, 36-cı sualda sizcə proqram hansı işi görür? Hansı qaydada irəliləyir? Bunu paylaşın ekranı. Müəllimə, deməli 36-da gətirin, 36-nı gətirin. Çox maraqlı misaldır, həqiqətən. Sadə misaldır həm də. Baxın. 37 daxil. Müəllimə, 36 görsənmir, Hə, 36 şeydir. Matematika. Bəli. Müəllimə, cavab burada D bəndidir, matematika. Yəni o hansı riyaziyyatı deyil, mürəkkəb şeyləri həll eləmək. Hə. Müəllimə, ekranda yaxşı görsənmir, o. 37, 37 görsənmir, İlqar mənim? O çiğni görsənmir, 36-ını deyil. Altı okula Ben. gideceğiz. Görsənmir. Altı okula gideceğiz. Something. Altı something. Bəli. Matematika. Bəli. Təsəvvür, 37-də proqram hansı işi görür? Mənim burada deyir i indeksi olanda isim üstünə 1 gəlir. Sayırıq müəllimə, onu neçə dənədir? Məsələn. I am engineer sayırıq neçə dənədir? Bəli. Sonra elə olanda deyir M-i bərabərdir E olanda S bərabərdir S plus 1. S-in üstünə 1 əlavə edirik. Bəli. Deməli, proqram neyini ir əslində? Yəni, bu qədər proqram... Baxın, bu qədər proqramı uzun-uzadı yazmaqdansa, bir dənə hansı funksiyanı yazardıq, əvəz edərdik? Şeyləri sayıb S-in 1. Yox, mən... Elər sayardıq müəllimə. Yox, count yazardıq da, count E. Yəni, Birləşdirmək. Saymaq müəllim. Saymaq, saymaq. count sayır. İnsanları sayardı.
Bəli, burada da 17-ni əlavə edirik. Aferin, bəli, misal əlavə edir. Burada da cavab ver bəndində 14, axırda da 17. Baxın məndə, dörtgünc mötərizədə 2, 3, 4 var. Onu tək-tək sayırdınız yoxsa? Gəlmə, o bir dənə sayılır da, bax, 1, 2, 3, T4, o 5, o birisi mötərizədə 6 dənədir. Cavab C bəndində 6. Bəli. Boşluq, təbii ki, mötərizədə boşluğu da sayırıq. Hə, də müəllimə, onu 1 sayır, 1. Bəli. Nizami müəllim, tam başa düşdü. Vamik müəllim, 39-cu sualı. Bəli müəllim, bəli. Orada bir dənə xırdalıq var ki, 2, 3, 4'ü bütöv götürürlər. Müəllimə, burada da 40-da da A böyükdür C. Şərti yoxlayırıq. A böyükdür C, yox. Onda əks halda D bərabərdir, 2 vuraq A plus C. Yəni onu hesablayır. 2'ni vururuq A'ya, 6, onun üstə C gəlir 11. Sonra D böyükdür A. 11 böyükdür 3. Hə. Onda B bərabərdir 2 vuraq D çıxaq 3C. Bəli. Sonra deyir, Cavab 31 edir, orada. hə. Sonra deyir ki, if B böyükdür C. Deməli, hə, maksimum tapırıq. Sonra A, B, D, yerin içində, o qiymətlərin içində maksimum 11'dir. 11'i tapırıq. Bəli. Burada iflərin hamısını yoxlayırıq. Çünki hamısı bərabər bir yoxludur. Bəli, müəllim, 6 da burada hamısı. Bəli, if ödəməsində else qoluna baxırıq. Hamısında şey deyirik, yəni yoxlayırıq. Bəli, qiymət nəzərə Hamısında alınır. içində maksimumu götürürük. Bəli, qiymət nəzərə alınır. Bu def əslində çox sadə defdir. Bu da asandır. Çox asan defdir, bəli. Əslində mürəkkəb görünür, amma çox sadə defdir. Ondan sonra Yerinə x qoy, yerinə yazırıq, sonra y qoy, yerinə yazırıq. lövhədə yazaraq hesablayaq. Bax. Görüntü səsdə problem olsa, zəhmət olmasa deyin. Bizdə nəyi soruşur? Soruşur ki, D, X, Y-i tapın. X-in yerində 1 dayanır, Y-in yerində 2 dayanır. X və Y-ə baxırıq. Bunları müqayisə edirik. Ümumiyyətlə, DX, Y-i tapmalıyıq. Yəni, D1 üçün tapmalıyıq. Bu faktiki parametrdir. Düzdür müəllimlər? Bu faktikdir. Digər isə formaldır. Faktiklə formalı gətirib faktikinin yerində yazır. Burada da faktikini yazır. Baxın, X, Y-imiz neçədir? 1, 2, bilmirəm. 1, 2-dir. Bitti. Deməli, D-də X-dir. Düzdür. D-X, Y-dir. Biz burada f-x'i bilmirik neçədir. F-x'i axtaranda X-in yerinə 1 yazırıq. Gəlirik burada f-x'imiz bu hissədədir. Bura 1 yazırıq.
1, 2, 1'i vururuq 3'ə. Bəli, ekran görünür, yazdığım ekran. Bəli. X-i vururuq 3'ə, bu da 3 alır. Təzə, baxın, burada gətirib də 1 yazmayın, 3 yazın. Çünki X-in sonuncu qiyməti 3'dür. 3'ü də 3'ə vurarıq, 9 alır. Bu da 3 ilə 9'u toplayarıq, 3 ilə 9'u toplayarıq. Cavab neçə eləyər? 12. Bu hissədə isə deyir, f-y tapın. F-y-də də y-in qiyməti 2 idi. Burada 2 yazılır. Baxın, burada formal parametrin yerində yazılır. X-in yerində 2 dayanır. 2-ni 3'ə vururuq, 6 eləyir. Burada isə qiymətimiz 6-dır. 6-nı təzədən 3'ə vururuq, 18 eləyir. 18 ilə də 6-nı toplayırıq, eləyir 24. Burada da qiyməti 24 alır. Baxın, burada da 24. X-i 12, Y-i 24 aldıq. X-dən də Y-i toplayanda təbii ki 36 qiymətini almış olar. Ona görə cavabımız 36 edir. Müəllimə, saxlayın bunu, fikrin eləyək bir dənə. Kayda olunur var mənim. Müəllimə, qayd olunsa da mən o YouTube-da tapanmıram, onun da. E, Başqaları Sizə şəxsi atacağım mən. Sizə şəxsi dərsdən sonra atacağım. Saatından baxarsın. Hə. Məndə müəllimənin səhifəsi var. Yox, mən elə başqaları çıxır qabağıma, bunu çıxmıyor. Bu yaddan çıxır. Mama, 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 mama. Good child. Chào bạn. Ấm này sẽ này. Em này về cá. Em này. Thì bằng chào. Davam edeyim mi? Evet, şu an. Biriklə də mənlər olan misallar maraqlıdır. Harada bir-iki gördüksə bizi proqram dövrdən çıxmış. Yəni proqramla yox, biz dövrdən çıxmış oluyor. Burada cavab verirsiniz də. Yüzdə ilə qiyaməti. Və aha,
Bəli, burada hansı qiymət almışıq Əmrah? Çox sadə misaldır. Sadəcə qiymətləri yerinə yazıb hesablayırıq. 14 idi deyəsən. Hə, o sadədir. Müəllimə, ne sənə misaldır bu? Nömrəsinə baxmadım. 42. Hə, 42. Gəldim deyirəm ki, 14 idi də. hə, çətinlik Müəllimə, çəkməmişik. iki adım geçəndə və burada bir, Yox, bu 43-dür. yox, 43. Bəli, 43-də birik var. Bu misal necə həll edirik? Birikə baxaq. Biraz birikdən kontinu. 1-dən 20-yə kimi 2 addımlıydı. Bəli. Hə, birdən 20-yə qədər. 1, 3, 5, 9, 7, 9, 11, 13, 11, 13, 15, 17, 19. 19. Bəli, bu qiymətləri götürürük. Baxın, burada qiymətlərdən hansı ki 2-yə bölünəndə. Hansıları ki, deməli, məsəl üçün 3-ü, 3-dür, 1-dir, 3-dür. Və təkləri götürürük ki, qalıq sıfıra bərabər olmasın, 1-ə bərabər olsun. Baxın, Qalıq bəli. sıfıra bərabər olanda S-in üzərinə i əlavə edirik. Yəni təkləri cəmləyirik bir sözlə. Tək ədədləri cəmləyirik. Tək O vaxta ədədlər. qədər ki, S-imiz deməli 36-dan kiçik olur. Əgər 36-dan belə deyim, şərt ödəyərsə 36-dan böyük ədəd alınırsa, artıq proqram bizi proqramdan yox, dövrdən çıxır. Artıq dövr. Burada müəllimə, cavab deməli 43-dədir, cavab D bəndidir, D. 27, 11, 38, 11-əcən gəlir. Artıq burada məncə 38 qiymətini alır, toplayır hamısını. Baxın, cəmləyir. 1-in üstə 3 əlavə edir 4, bu da 9, bu da 7, 16. 16, 9, 27, bu da 9. 27, 9 bizə verir 36. Bəli, 36. Burada soruşuruq ki, 36 böyükdür 36-dan. Deyirik ki, yenə ödəmir. Qayda. Bəli, bir dəfə 13 üzərinə əlavə edirik. 36-nın üzərinə 13 əlavə edirik, 49. 49. Burada ödəyir artıq. Cavab Ödədiyinə D görə, bəli, dövrdən çıxırıq və S-imiz də axırıncı dəfə aldığı qiymət artıq 49 qiyməti olur. Aydındır mı? Bəli. Bəli, bəli. Bankdan başa Mən bunu ilə Əla, bəli, Qarmen. Bankdan başa düşdük bu sualı? danışdım. Nazan burada 36 böyle 36. Yani bu şart burada ne? 36'ın götürme yolu. Xeyr, müəllim, yenə yox deyir. Yox deyən kimi də if ödəmə daxı birikə baxa bilmirik. Qaydırıq dövrə. Bunlarla bağlı misallar da çox maraqlı misallardır. Baxın. Bəli, sıkıntı. Bəli. Baxın.
bu qiymətlərlə deyib 4 verir. Bu ədədlərlə 4 verir. Bu deyir n fərqlidirmi sıfırdan? Bəli, n-imiz fərqlidir sıfırdan. Və onu, n-i 10-a bölürük, 10 k-yə bölürük. K-nın qiyməti sıfırdır. Burada sıfır qiyməti var. Sıfır üzərinə əlavə edirik. N-in 10-a bölünməsindən alınan qalıq. N-in 10-a bölünməsindən alınan qalıq. Təbii ki, 5. Qiymətimiz 5 alınır. Sonra baxırıq. N-in 10-a bölünməsindən alınan belə deyim, tam qiymət. Tam qiymətdəki 189. Bəli. Sərbəstə baxmırıq. Çünki bu sərbəst dövrün sonundadır. 89 fərqli deyil 0, hə. Bəli. Yenə dövrə davam edirik. Deyirik ki, K bərabərdir. O nədir? Artıq K-mızın qiyməti 5-dir. 5-i ona vururuq 50 və üzərinə əlavə edirik qalımızı, yəni 9-u. Bu da edir 59. Yenə n ona bölüb tam qiymət götürür. Bu dəfə də n-imiz 18 qiymətini alır. Yenə qayıdırıq dövrə. Dövrdə yenə deyirik 18 sıfırdan fərqlidirmi? Deyirik ki, hə, fərqlidir. Dövrə davam edirik. Bu dəfə də baxırıq yenə. 59 almışdıq. 59-u ona vurur, eləyir 590. Onun üzərinə əlavə edirik. N-in ona bölməsindən alınan qalığımızı. Yəni, n-imizin qiyməti neçə iləndir? 18. 18 də bölürük. Qalığımız 8 edir. Elədir 598. Baxırıq n-ə. Bu dəfə isə n-in qiyməti 18-in sonunda n-i 18 qiymət almışdır. 18-in ona bölünməsindən alınan qalığı götürürük. Bu dəfə 8 qiymətini götürürük və n-imiz 8 qiyməti aldığını, üzr istəyirəm, tam qiymət götürürük, 1 eləyir. 1. Tam qiymət 1 daxil 18-i böləndə ona 1 eləyir. Yenə bir qiyməti ilə dövrə daxil olur. Deyir ki, 1 fərqlidirmi? Sıfırdan. Deyir ki, hə. Yenə dövrə daxil olur. K-nın qiyməti bu dəfə 590 idi. Bizdən sonra K-nı ona bölüb cavab istəyir. Axı, burada fərqli cavablar verir. Niyə? Baxın. Hə, qalığı istəyir. Qalığı istəyir. K-nın qiyməti burada 598 idi. Bu dəfə 598-i yenə ona vururuq və üzərinə əlavə edirik qalığı. Baxın əlində, burada ona böləndə artıq kiçik qiymətli deyə ədədin özü götürülür. Elə 8-in özü götürülür. N-imiz 1 almışdı. 1-in özü götürülür. Üzərinə əlavə edirik 1 qiymətini. Cavab da 1 olur məmnunlar. Baxın, cavab da 1 çıxacaq. Çünki burada 1-i əlavə elədik. Burada da bizdən qalıq istəyir ona görə. 5981 aldım. İndi gəlirik, n-imizə baxırıq. N-imiz 0 qiymətini alır. Çünki 1 ona bölünmür axı. 1-in ona bölünməsindən tam qiymət 0-dır. Gəlir burada dövrdə müqayisə edirik ki, 0 fərqlidirmi 0-dan? Deyirik, yox. Dövrdən çıxırıq. Dövrdən çıxanda da əlimizdə K-nın qiyməti 5981-dir. Burada isə sərbəstdə deyir, K-nı ona böl, qalığı götür. Qalıq da 1-dir. Ona görə cavab da 1 çıxır. K-nı çap edirik, cavabımız da 1 alınır. Burada. Ədəd verilir. N-ə və M-ə qiymətlər verilir. Deyir ki,
N'in qiyməti sıfırdan fərqlidirmi? Deyirik ki, hə, sıfırdan fərqlidir N'in qiyməti. Çünki N'ə hansı qiymət veririk müəllimlər? N'ə 1,4 dənə bir qiymət veririk. Ona görə hər deyirik dövrə daxil olur. M'i 10'a vururuq. M'imiz sıfırdır. Sıfırın üzərinə N'in 100'ə bölünməsindən alınan qalıq əlavə edirik. O da 1111 olduğuna görə 100'ə bölüb o qalıq 11 edir. Sıfırın üzərinə 11, burada cavab 11 alınır. M'imizin yeni qiyməti, M mənim səhv bunu. M'imizin yeni qiyməti 11'dir. Sonra N'yi isə 100'ə bölüb tam qiyməti götürülür. 1111 isə bu da artıq 11 eləyir. Hər ikisində 11 qiymətini alır. Maraqlı proqramdır. Qayıdırıq dövrümüzə. Deyirik ki, N yenə sıfırdan fərqlidir. Bəli, çünki N'imiz 11 qiymətini alır. Gəlirik sonra yenə düşürük aşağı. Bu da dövr eləyirik. M'ni 110 üstə gələk 11 olur. Yəni burada cavab 121-dir, səhv eləmirəmsə. 11'i 10'a vurup 110. bəli, Ne de geldik 11'i 100'e bölendi 11 ediyor. 121 eləyəcə, cavab Hə. 45-də 121-dir. bəli. Burada da artıq, 10 da 11 geldi 121. bəli, burada da sıfır alırıq. Deyirik sıfır sıfırdan fərqlidirmi? Fərqli olmadığına görə cavabı 120 alırıq. Bəli. Çox diqqətlənirik. Müəllimə, bu sadədir. Çat elə beləsi düşər. İlqar müəllim gələn dəfə çətin sualları yerləşdirir. İnşallah, inşallah. On biri 100'ə böləndə, tam böləndə 0 alınır. Bəli müəllim, çünki bölünmür ona görə. Hə, amma faiz işarəsində bildim, hə. Amma faiz işarəsində artıq ədədin özünü götürürük. Başa düşdüm. Hə. Çarpmışdım orada. Qeyd aparın, o biraz tez yaddan çıxanır. Burada isə Bu bizim eləmişdik, 5 aldık. Nəticə. necə? Bunu eləməmişdik, 5 aldık. Hə. 47'ye baxaq. Əfsanə hanım, 47-dən zəhmət olmasa izah eləyin. 47'de burada deməli A'yı yəni 2'ye böldükdə deyir sıfırdan fərqli olan ədəd və burada bir dənə şeydir. Mənfi 11'dir cavab. Deməli i 6'dan kiçikdir deyir. Bir yoxlayırıq müəllimə burada. Məsələn 23, 20 qoyanda 2'ye böləndə sıfırdan fərqlidir, hə. Amma A'yı sıfırdan kiçik deyil. Ona görə bu ödənmir. Yəni çapa vermirik. Eyni ilə 18'i də yoxlayırıq. 9'u da yoxlayırıq. Heç biri ödənmir. Mənfi 11'i qoyanda mənfi 11 hər iki tərəfi ödəyir. Demək, çapa veririk mənfi 11. Cavablara bir dənə baxardın. Cavab desəm mənfi 11. Bəli, mənfi 11. Burada yəni mənfi 11. Bəli. Çünki hamısını yoxlayanda burada şərtin hər ikisi ödənməlidir. Bir dənə ödənməlidir. Ona görə hər şey ödənməlidir. Hə. Or olsa biri də ödəsən mümkündür, ancaq burada yox, burada əhdir. Bəli. Müəllimə, burada da qələm neyin ölçülür? O uyğun gəlir. Qələm neyin ölçülür? Çünki bu bilsələr hamısı ayrı-ayrı yazılır. Bitişik yazılsaydı. Qələmin neyini?
Bəli. E, bəli. Sıfır olmalıdır ki, inkarı 1 olsun. O da sadece 4 ödeyir. Bəli. Bax, burada elə bir deduksiyada toplama əməlidir. Yəni, nəyi ilə nəyi toplasam, mənə 0 verər ki, inkarı 1 olsun. Çünki məntiqi ifadə deyir, doğru olmalıdır, 1 olmalıdır. Hansı birin yerinə qoysuq, 2-ni də, 3-ü də, 5-i də altına qoysuq, biri 1 olacaq. Biri 0 olsa da biri mütləq 1 olacaq. 0 üstə 1 gəlir, 1 edir. Ona görə heç biri ödəmir bunların. İnkarı 0 olacaq. Bir dənə 4 ödəyir. Hər ikisi 0-dır. 4 Bəli. 4-dən kiçikdir, hə, 0. 4 4-dən böyükdür, yox, hər ikisi 0. 0 üstə 0, 0. İnkarı da 1-dir. Ay, sağ ol. Bəli, elə deməliyik ki, məndə cavabda mütləq 0 alınsın və sonra aldığımız ədədə 0 inkar eləyib, cavabda çıxışa 1 versin. Bəli, bu qaydada həll etməliyik. Misal müəllim, siz hansı misal atmışdınız? Ona bir dənə sonda baxaq. Mənə bir dənə sual versəm olar. Əlbəttə ki, buyurun. Məsələn, tutaq ki, hansısa say sistemin, məsələn, deyək, digər say sisteminə keçirdəndə yaddaşda nə qədər yer tutur? Onu necə hesablayır? Hə, Məsələn, bəli. Məsələn, 258 ədədini deyir 8-liyə çevirir. Yaddaşda nə qədər yer tutur? O, yaddaşda yer tutma nəyi nəzərdə tutur? Baxın müəllimə, məsələn, deyək ki, 8-lik say sistemində 16 ədədi verilir. Məsələn, 12 ədədi verilir. 8-lik say sistemində 12. 8-lik say sistemi 8 2 üstü 3 olduğuna görə orada bir dənə rəqəm yaddaşda 3 bit yer tutur. Orada da 12 deyə 2 dənə rəqəm daxil. Hərəsi 3 3 eləyir 6 bit. O məsəl üçün 16-lıq say sistemində A4 verilir. Sizcə yaddaşda nə qədər yer tutar? 4 dənə. Yox, baxın A4 verilir. 16-nın özü. Yox, baxın A4 ədədi yazılıbdır. 16-lıq say sistemindədir. A4 ədədi. Hə, A4. Mən A4 kağız başa düşdüm. Yox, müəllim, A4. Olsun A5. Məsələn, B8. Yenə A5 vərəqi də var. Yaxşı, B8. Məsələn, B8. B8 yazırsınız 16-lıq say sistemində. Həmin B8 16-lıq say sistemində verilir. Yaddaşda nə qədər yer tutar? 8. 8. Ay, sağ ol, bəli. Bəli, 8. 2 dənə rəqəmdir. Bir rəqəm, yəni bir simvolda 16-lıqda 2 üstü 4 olduğuna görə bir simvol yaddaşda 4 bit yer tutur. Hə, mən indi başa düşdüm. Əla, Deyirəm bu nəsə hesablar. əla. Hə, nə sualınız olsa yazın. 8-i çevirirəm 8-ə. 402 aldı. Deməli 402-də 3 dənə rəqəm var deyə 9 bit eləyəcək. Onda. Bəli. Hə, başa düşdüm. Çox sağ olun. Siz sağ olun. Nə Tapdım, sual bilmirdim. olsa soruşun. Əla. Nə sualınız olsa soruşun. Hə, qəşəng misallar atmışsınız mən. İşte bunlar həll edin. Baxaq misallara. Biraz böyüdək, biraz çox kiçik. Əslində çox sadə misallardır. Neyse, ekran balaca görür. Bir daha rahat görsəniz. Qəşəng misallardır. Baxaq. Bu da bizə deyir ki, proqram nəticəsini müəyyən edin. Remove. Bu da remove neyini? Remove 3. Buna bu 3'ü silir də birinci gördüyün silir.
Bəli, bu da 3 getdi. Sildik bunu. Reverse. Tərsinə düz. Reverse tərsinə düzmək. Bəli. Baxın, yəni birinci deməli siyahımızda 7, sonra 3, 5, 6, deməli 7, 3, 5, 6, 3, 4. 3, 4. Belə yazdım. Ondan sonra deyir ki, append, deməli, bir Siyahının sonuna əlavə edin. bəli, əlavə edin deyir append. Mən hesablamam. Hə, bəli, bu mötərizənin içərisini həll edirik. Baxın, birisi 5, 6, 6'dan 1 çıxanda 5, 4, 5'dən nədir burada? burada deyir nə idi? Səkkiz əlavə edirik də siyahının sonuna. Burada C değil, C variantıdır. Aha, Yox. bax, Burada burada sərtlik var. yox, səhvlik yoxdur. Len, baxın, bir S-i len edirik. Bir S neçədir müəllimlər? Bir S. Bir S-i len edirik də. 6'dan 1, 2, 3, yox, düzdür. 5, 6. 6'dır. 6'dan 1 çıxdıq, nə qaldı? Buradan sayır, yoxsa sizdə? Müəllim, indeksləmir ya axı. lendir bu. Len birdən sayır. Sonunda sorsun. Baxın 6'dır. 6'dan 1 çıxdıq, nə qaldı? 5. Bu nətər yazılışdı? 1S, 5. Yəni 1S dəyişəninin içərisində 5-ci indeksi götür. 4, Neynə? Vur 2-yə. yok, 6'dır. 5-ci indeks. Bax, burada уже müəllim sıfırdan yazırıq. 0, 1, 4, 5, 4'tür 4. 5. Bəli, 4-dür. Ha, 4 2'ye vuranda 8. Ay, bəli, mötərizənin içərisi 8 elədi. Bax, bu mötərizə ki var, appendin içərisindəki. Mötərizə elədi 8. İndi bizə nə deyir? Deyir, birisi append. Yəni, append neyinədir müəllimlər? Müəllim. Əlavə edirik. Sonuna cəz əlavə edirik. Yəni, burada da 8 yazılır. Deməli, 7, siyahımızın içərisində 7, 3, 5, 6, 3, 4, 8. Все, bu qədər. Hansı variantı görək? 7, 3, 5, C variantı. bəli, cavab C variantı. Bu qədər sadə. Əslində sadə misal. Mötərizə Artıq çeşidliyik. Deməli, balacadan böyüyə düzülür. Balacadan böyüyə sıralayır. 2, 3, 4, 6, 7, 9, 11. 7. 7'den 1 çıxanda 6. 1'den 6'ya qədər. Maksimum 11'dir. bəli. 1, 2, 3, 4, 5. Maksimum 11'dir. Minimumda 3 olmalıdır. Bəli. Hə, 11-dən də 3-ün çıxacağıq, yenicə 8. Bəli. Baxaq, burada da eyni qayda ilədir. Mən orada sarkofka deyilir də. Bəli. Yəni Baxaq. 2-dən başlayır, üzü yuxarı, arta düzür. Bəli, sort çeşidləməyə görə deyil, yəqin İlqar müəllim. Bəli. Bəli, müəllim. Siz rus dillisiniz İlqar müəllim. O vaxtlar rus dilli, hələ çeşidləmə deyirik, sort əməliyyatı. Bu çeşidləyir. Əvvəl M1-i M2-ni tapmalıyıq ki, sonra da məsələn A-nı çeşidləyərik. Bəli, necə yazarıq çeşidləyəndə? 3-dür da burada. Yox, 2-dən kiçik. 2, 3, sonra 4, 6, 6, 7, 9, 11. 7, 9, 11. bəli, bu qaydada yazarıq. Deyir, M1 bərabərdir. Max A-nın neyindir? Birdən len A-yacan irəliyin, götürün. Və sonra, baxın, len A-dan, bax, burada ən birinci, len A-dan A-nı len edirik, 1 çıxırıq. A-nı len edəndə 1, 2, 3, 4, 5, 6, 7 belədir. Hə. 7-dən 1 çıxdıq, nə qaldı müəllimlər burada? 6. 6. Bu mötərizənin içərisi buracan 6-dır. Deməli, burada da onda yazılış belə olar ki,
M1 bərabərdir A sağ. Maksimum A belə. Birdən A sağ. Birdən 2.6-ya can. Bu nə deməkdir bu yazılış? Yəni birdən 6-ya can. Aha, bəli, birdən 6-ya can indeks. Ən böyük ədədi soruşur. Bəli, indekslərin içərisində. Bu O da 0, 7, 3, 6, 4, 11'dir. 1-dir, 2-dir, 3, 4. 5, 6. Bəli. 11'i sormuyor. Necə? 11'i Yo, müəllimə, kvadrat. Bəli, müəllimə, kvadrat mötərizədir ona görə. Yox, İlqay müəllim saymır burada. Burada sayılmır. Çünkü birden Sonuncu sayılmır. səhv eləmişəm. Bəli, burada artıq 5 Mən- sayılmadığına görə. Aşağıda ilə eləməmişəm. Elə götürüb üstəyi ilə yazmışam. Hə, yox, elə yazmır. Burada artıq, Çeşitlərindən sonra yazmamışam. Mən də deyirəm arada səhv eləmişəm. bəli, burada 9-u götürürük artıq. Deməli, burada maksimum, yəni ən böyük ədəd 9-dur. Deməli, burada M1-in qiyməti nə imiş müəllimlər? Bunun qiyməti 9 imiş. 9. Bəli. Minimumu da 3'dür. Hə, indi M2-ni axtarırıq. M2 də baxın, eyni yazılışdır. Eyni yazılış. Minimumda neçə olar onda? 3. Bəli, minimumda 1-dən başladığına görə baxaq. 0, 1. Baxın, burada diqqətli olmalıyıq ki, 0-ı götürmürük. Bəli, onda 3. Bəli, bunun da qiyməti 3 imiş. İndi Altı. baxaq. Deyir, M1-dən M2-ni çıxın. Yəni 9-dan 3-ü çıxın. Və K-nın qiymətini almış olarıq. Bu da 6 qiymətini Altı. vermiş olar bizə C variantı. Bəli. Tam aydındır məndə. Tam başa düşdük bu misalımızı. Bəli, müəllimə. Müəllimə, başa. Əla. Sual- Müəllimə, bax bu birisi suallar da qəribədir. Yox, əslində bir balaca Məsələn, müəllimə, burada split Diqqət də tələb edir. çətin deyil. Onu dırnaq içində yazacaq. 1-i, 2-ni, 3-ünü, 3-ü integer yox, split götürəcək. bəli. Baxaq, 1, 2, 3 daxil olunarsa nəticəni müəyyən edin. Yəni burada input deyirik. Baxın, burada int input deyil müəllimlər, eləcə inputdur. Eləcə input o deməkdir ki, yəni bunu dırnaq içərisinə yazır. 1, 2 input tutma halına görə yalnız sətr tipində qəbul edir dəyişənləri. 1, 2, 3. Bunlar sətr tipindədir. Split də götürür, boşluqdan ayırır. Yox, split vergüldən sonra, vergül yazılır. Hə, vergüldən ayırır. Nəsə, bunlar ayrı-ayrı yazılır. Belə, ayrı-ayrı yazılır. 1 ayrı, 2 ayrı, 3 ayrı yazılır. İndi deyir ki, n bərabərdir. S 2 nöqtə nə deməkdir müəllimlər? Yəni ki, Sıfırdan başlamaq, yəni nədir? Onu başa düşmədim. yəni 2 nöqtə o deməkdir ki, bütün hədlərini götürün. Bütün hədləri götürülür. Və deyir K bərabərdir, K-ya mənimsədilir. Yəni M-in bütün hədlərini götürün, K-ya mənimsədir. K bərabərdir, işarəsində yaz. Dövr eləyirik. Burada dövr eləyəndə deyir sıfırdan len S-ə qədər dövr eləyirik. Baxaq, S-imiz neçədən müəllimlər? Burada artıq baxın, split olduğuna görə 3 dənə daha bir dənə götürmürük. Split olduğunu, amma split olmasaydı hər bir dənə götürərdik. Çünki hamısı bir dənə mötərizədə yazılmış olardı. Deməli, sıfırdan dövr eləyirik. Neçə dənə? 0, 1, 2. 3 dəfə dövr eləyirik. Hər dəfə dövr eləyəndə də K-nın üzərinə bu nə deməkdir? S-mi yazdı. Hə, budur səhv eləmişəm. Hə, inci elementini əlavə edin. Yəni sıfırıncı. Sıfırıncı elementi də hansıdır? 1. Sonra birinci elementi hansıdır? 2. İkinci elementi hansıdır? 3. Deməli, 1, 2, 3. Bu ədədləri götürüb hamısını nə edirik? K-da toplayırıq. Hamısını götürüb toplayırıq. K-mız da hansı qaydada yazılmışdı müəllimlər? K-mız da yazılmışdı dırnaq içərisinə. Yəni Yəni o 1, 2, 3, 1, 2, 3 belə olacaq. 1, 2, 3. Bir siyahının içərisində yazılır. Baxın, bir dənə var. 1, 2, 3, bir siyahıda artıq yazılmış olur. Bayaqdan split ayırmışdı. İndi götürüb bunu bir siyahıda yazdım. İndi deyir ki, sonda nə edeyim? Sonda deyir, M-in üzərinə əlavə edeyim. List tipində K-nı. Baxın, burada K-mız hansı tipdə idi?
1, 2, 3. Yalnız belə deyim, sətr tipində idi. İndi bunu list tipində əlavə edirik M-in üzərinə. Yəni, Siyahı tipində. bəli, bəli. Baxın, bu qaydada yazılış alınır. Belə. 1, 2, 3. Baxın, bir siyahıda yazılır. Belə. Belə. Bəli, 1, 2, 3. Print də M çap edirik. Yəni, bu qaydada çapa, bu qaydada verir. Yəni, baxın, belə. 1, 2, 3. Bir siyahının içərisində qoyur. Bu siyahını və bir dırnaqda çap edilmiş olur. Belə. Bu misalımızın da həlli bu qaydada. Sualınız yoxdur mənimlə? Tam aydındır misalınız. Sualınız yoxdur mənimlə əlavə misallarımıza aid. Tam başa düşdüyüm misallar. Əla. Bir də mənimlə 11 sinif kitabını çalışın. Balaca çox təkrar edin. Orada imitasiya modelləri var. İmitasiya modelləri nə deyilirdi? İmitasiya modeli. Yalnız Mən imitasiya yansılamaq da, belə yox. oxşatmaq. Yalnız kompüterin daxilində müəyyən proqramlar vasitəsilə icra etdiyimiz modellər imitasiya modelləri adlanır. Biri var, modeli özümüz eksperiment edirik. Bizə əllə toxuna bilən maddi, qeyri-maddi modellər var. Biri də var ki, yalnız kompüterin daxilindədir. Məsələn, gəminin düzəldiblər, onun sıxlığını müəyyən etmək istəyirlər. Həmin metal əlimizdə yoxdur, nə də o dəniz yoxdur əlimizdə. Sadəcə olaraq onu kompüterdə təyin edirlər. Məsələn, qan laxtalanmasını falan insanın orqanizmində bunu nə ilə müəyyən edirlər? Bunun hamısını imitasiya modeli ilə müəyyən edirlər. Yəni, imitasiya modelləşdirilməsində tipdə, yəni səhiyyədə, sonra mexanikada, bir çox sahələrdə geniş istifadə olunur. Məmnun, bəs kriptoqrafiya nədir? Müəllimə, o deməli, gizli yazıda şifrələmədir. Kriptoqrafiya şifrələmə. Hansı elm sahəsidir? Elm sahəsi demək olur mu kriptoqrafiya? Bayaq oxuyurdum məsələsi. 10-cu sinifdə yoxdur. İnformasiya, bəli, informasiya təhlükəsizliyi ilə məşğul olan elm sahəsinə deyilir. Kiber təhlükəsizliyə aiddir də o. Bəli, bəli, informasiya təhlükəsizliyi ilə məşğul olan elm sahəsidir. Bəli. Bəli. Sonra 10-cu sinif dərsi olunur. Nə idi? Nə? Telnet. Hə, telnet şəbəkə növüdür. Yəni, belə deyim, bu şəbəkədə biri var telnet, ekstranet, bir də intranet. Yəni, qism matdə yazdırmışsınız uşaqlara, düzdür? Telnet, belə deyim, hər kəs istifadə edə bilir. İntranetdən, düzdür, hər hansı bir şirkətə məxsusdur, amma şirkət üzvlərindən başqa da hər kəs istifadə edə bilir. Amma ekstranet isə yalnız hər hansı bir şirkətə məxsusdur, ondan kənar şəxslər istifadə edə bilməz. Yalnız həmin ekstranetdən, həmin o şirkətdir, müəssisədir, obyektdir, yalnız onun tabeliyində olan şəxslər istifadə edə bilər. Məxsus şəxslər istifadə edə bilir. Bu qaydada deyilir. Bəs, bəli, bəs... FTP o faylları qəbul etmək və ötürmək üçündür də. Bəli, bəli, FTP, SMTP də var, POP13 də var. Bunlar hamısı faylların... Fayl transfer protokol, nə? Bəli, faylların ötürülməsi protokolları. Məmnun, bəs IP, TCP modeli var. Bu hansı modeldir? Transmission Control Protokol, IP. Bəli. Protokolu. Bəli, o da internetdə informasiyanın ötürülməsi prosesi. Bəli. O artıq transmissionlar beynəlxalq. Bəli. Başlayalım. Onun ötürməsinin 7 səviyyəsi var da müəllimə. Bəli.
Ən aşağı səviyyə hansıdır? Ən aşağı. O 192, Fiziki. 168, 0 idi, tarafı nöqtəsi. Müəllimə, ən Müəllimə, nəqliyyat səviyyəsi var, ondan sonra fiziki səviyyə var, siyasi səviyyəsi var. müəllimə, Ayet ünvanına verir. müəllimə, ən IP TCP modelinin ən kiçik səviyyəsi fiziki səviyyə. Fiziki səviyyə var, nəqliyyat səviyyəsi Ən var. aşağıda, kiçik deyəndə ən aşağı səviyyəsi. Bəli, Bəs müəllimə, fiziki proqram səviyyəsi bəli, var. bəli, FTP deyirik. Bax, Mən- FTP. Sol asmayım, ona bakarsınız. Bəs FTP-dən harda istifadə olunur? FTP-dən seans səviyyəsində. Səviyyədə. Seans. Baxın, verilənlərin paketlərə bölünərək ötürülməsini hansı səviyyə həyata keçirilir? Seans səviyyəsi. Bu sualda tez istifadə olunur. Bəli, seans səviyyəsi verilənləri paketlərə bölərək ötürülməni təmin edir. Mən onlar 11-də də. Bəli, bəli, 11 sinif kitabında çox qəşəng. Yəni, ikinci elə bir kitab tapa bilməzsiniz ki, elə aydın şəkildə, sadə formada izah eləsin. Sabahdan 10-11 oxuyuram. Bayaq 10-cu sinif oxuyurdum. Bəli, səviyyələrə diqqətlə baxın. Bir dəqiqə sual atsın. Hə, müəllimə, burada bizdən switch-i sorusu qrupa atdığımız sualda. Deyir, adresatlar hansı kompüterə göndərə bilər? Burada bilsiz hansı kompüterlər bir-birinə sorğu göndərə bilər? Hansı ki, belə deyim, 112 iləndir, kodları eynidir. Onlar bir-birlərinə informasiya göndərə bilər. İndi burada mənim 112 ilə olan 4, 5, Hı. 1-də var axı bəs. Bəli, bir də baxın müəllimə, fərqlidir. Onlar söhbət bilsin nədən gedir? Bir-birlərinə informasiya göndərə bilər. Yəni 4 ilə 5-ci təkcə bir-birlərinə göndərər də, hə? Bəli. Bəli, yəni ki, eyni adresdən. Bizim səviyyədə düşürmür, yoxsa elə cavab variantlar ancaq elə bunları olmalıdır, 4 ilə 5. Yox, 4 ilə 5 olmalı. Hə. Bəli. Sağ olun. Siz sağ olun. Nə sualınız olsa mənimlə mütləq qrupa atın, soruşun. Yəni çalışın, araşdırın, diqqətlə baxın kitablara. Aşağı siniflərdə 9, 8, 7 siniflərdə bir vərəqləyin, baxın. Orada da ola bilər ki, elə bir xırdalı olsun ki, yəni gözdən qaçsın. Onlara da diqqətlə baxın. Rəh palitraları falan, bunları yaxşı-yaxşı təkrarlayın. Belə müəllimlər. Əlavə sualınız yoxdursa, vaxtınızı çox almayayım. Sınaq atacağım qrupa, təzədən yenə baxarsınız. Hansı suallarda çətininiz olsa imtahan vaxtına saxlamayın. Mütləq təkrar həmin bölməyə bax. Sağ olun, gecəniz xeyir. Gecəniz xeyir. Sağ olun. Allah haqqını verir.